Salam. Bu videoda Stewart teoreminin trigonometriyasız isbatını eləyəcəm. Stewart teoremi üçbucaqda ixtiyari bir kəsənin tapılmasına verən bir düsturdur. Yəni üçbucağın iki tərəfi verilib C və B. A təpəsindən bir kəsən çəkilib. O kəsən BC tərəfini MN deyə iki hissəyə bölür. Bu ixtiyari bir kəsəndir. D nöqtəsi BC üzərində ixtiyari bir nöqtədir və həmin kəsənin uzunluğu x-in kvatı bərabərdir. B kvadratı m, b-nin kvatı vurulsun çarpazı, c kvatı plus c kvatı vur n, c-nin kvatı vur çarpazı, bölünsün m plus n, çıxılsın mn. Stewart teoremi önemli bir teoremdir. Stewart teoremini bilirsinizsə əgər, məsələn, median düsturunu buradan çıxarda bilərsiniz, tənbələrin uzunluğunu çıxarda bilərsiniz, hündürlüyün uzunluğunu, ümumiyyətlə istənilən kəsənin uzunluğunu tapa bilərsiniz Stewart teoreminin köməyi ilə. Stewart teoreminin çox isbatları var. Mesela trigonometriya ilə kosinüs teoremi isbat edə bilərsiniz, trigonometriya ilə isbat edə bilərsiniz, vektorlarla isbat edə bilərsiniz. Bu videoda Stewart teoreminin trigonometriya istifadə eləmədən isbatını verəcəm. Çox möhtəşəm bir isbatdır. Bir ingiliscində bir kitabda görmüşdüm bu isbatı. Onu eləyəcəm. Məşhur isbatdır əslində. Bəli. Başlayaq isbata. Bilirik ki, ixtiyari üçbucağın xaricinə çevrə çəkmək olar. Biz ABC üçbucağımızın xaricinə çevrə çəkək. Öncə çevrəni çəkək. Bilirik ki, istənilən üçbucağın üç təpəsindən də keçən yeganə bir çevrə vardır. Həmin çevrəyə də üçbucağın xaricinə çəkilmiş çevrə deyirlər. ABC üçbucağı, kəsənimiz çəkilib, AD kəsəni, ixtiyari bir kəsəndir. İndi mən bu kəsəni çevrəni kəsənə qədər uzadacağım. Yəni bu kəsən çevrəni tamı-tamına kəssin. İki yerdə kəssin. Və bunları birləşdirəcəm. Əlavə olan şeyləri qırmızı rənglə eləyirəm. Deməli, bu AD kəsənidir. Bu C tərəfidir. Bu B tərəfidir. Burası MN'dir. Burası X'dir. Bizim işimiz X'i tapmaqdır. Bu nöqtəyə də bir Y nöqtəsi deyək. Və bu DY'nin uzunluğuna Y deyim. Burası Z olsun. Bu BY Z olsun. CY də T olsun. İndi burada eyni qövsə baxan bucaqlar var. Məsələn, bu bucaq bu bucağa bərabərdir. Eyni qövsə söykəniblər. Bu bucaq bu bucağa bərabərdir. Bunlar da eyni qövsə söykənib. Bu BDY ilə AD'si təbii ki, bərabərdir. Onlar qarşılıqlı bucaqlardır. Sonra hansı bucaqların bərabərliyi var? Bu bucaqla bu bucaq bərabərdir. Eyni qövsə baxırlar. Bu bucaqla, bunları qırmızı işarə edin, fərqli olsun. Bu bucağa bərabərdir. Bunu bilirik. Burada oxşarlıq var təbii ki. ABD üçbucağı, CDY üçbucağı oxşardır. BDY ilə ADS oxşardır. O oxşarlıqları yazacağım. Deməli, ABD ilə yazım. Üçbucaq ABD oxşardır. Oxşarlığı yazdığımız zaman təpələri gözləməliyik. Məsələn, A bucağı C bucağına bərabərdir. Üçbucaq C. Sonra ikinci B yazmışam. Orada Y yazacağım. Sonra da D. Bu iki üçbucağın oxşarlığından nə çıxar? Onu yazaq. Burada qırmızı nöqtə qarşısı X'dir. Burada N'dir. Orada İki xət qırmızının qarşısı M'dir. Burada Y-dir. Buradan çıxacaq fakt MN bərabər XY-dir. O kəsişən vətənlərin xassəsi
qüvvət teoremidir. O aydın məsələdir. O əslində o teorem oxşarlıqdan çıxır. Gördüyünüz kimi də çıxdı. Bu da bərabərdir C bölək T. Bu gözdəsin. Sonra o biri oxşarlığı yazaq. Hansı üçbucaqların oxşarlığıdır o? Üçbucaq ACD oxşardır. Üçbucaq ACD kimə oxşardır? BYD-yə oxşardır. BYD-yə oxşardır. Yazaq oxşarlığı. Orada nöqtə bir qaranın qarşısı N-dir. Burada Y-dir. Bərabərdir. Orada 2 qaranın qarşısı X. Burada 2 qara qarşısı M. Sonra orada B, üçüncü bucağın qarşısı B. Burada Z. Bununla da işimiz bitir artıq. İndi son gedişi eləyək. Bu A, B, Y, S dörtbucaqlısı çevrə daxilinə çəkilmiş bir dörtbucaqlıdır. Çevrə daxilinə çəkilmiş dörtbucaqlı üçün Ptolemey teoremi doğrudur. Nədir Ptolemey teoremi? Diagonalların hasili qarşı tərəflərin hasilləri cəminə bərabərdir. Yazacağım diagonalların hasilini. Bir diagonal gördüyünüz kimi M plus N'dir. O birisi diagonal nədir? X plus Y'dir. Diagonalların hasili bərabərdir. Qarşı tərəflərin hasillərinin cəmi. Yəni C vurulsun T, üstə gələk B vurulsun Z. B vurulsun Z, üstə gələk C vurulsun T. Bunu hardan yazıram? Ptolemey teoremindən. Ptolemey teoremi. İndi bu bərabərliyin hər iki tərəfini X-a vuracam. M plus N, X-i ikinci mötərizənin içərisinə vururam. X, Y bərabərdir. B vurulsun ZX, üstə gələk C vurulsun TX. İndi baxın, qırmızılayıram. ZX nəyə bərabərdir? Tənasübün xassəsinə görə Z vur X, B vur M'dir. Demək ki, bu ZX-in yerinə BM yaza bilərəm. ZX-in əvəzinə BM yazacağım. İndi bura diqqətlə baxaq. TX nədir? TX. Baxın, bu ikisinin bərabərliyinə baxın. Bu ikisinin bərabərliyinə baxın. TX nə olur? CN olur. TX yerinə CN yazacağım. XY nədir? Aydın məsələdir. XY MN-ə bərabərdir. O kəsişən vətələrin xassəsindən də bilinir. Buradan da oxşardan isbata da çıxdı. Bunun da yerinə MN yazacağım. Baxaq görək nə olur. Belə olacaq. M plus N vurulsun X kvadratı plus MN bərabərdir. B vurulsun BM olacaq B kvadratı M. C vurulsun CN olacaq C kvadratı N. Buradan X kvadratı plus MN bərabərdir. B kvadratı M üstə gələk C kvadratı N bölünsün M plus N. Buradan da X kvadratı bərabərdir. B kvadratı M üstə gələk C kvadratı N bölünsün M plus N minus Mn. Və Stewart teoremi də isbat olundu. Stewart bu isbatda gördüyünüz kimi biz trigonometriya istifadə eləmədik. Sadəcə oxşarlıq və Ptolemey teoremindən istifadə elədik. Ümumiyyətlə, həndəsədə ən önəmli bölmə Evklid həndəsəsində üçbucaqlardır. Üçbucağın içərisində ən önəmli silah oxşarlıq və sahədir. Oxşarlıq və sahənin gücünün çatamayacağı demək olar ki, heç bir şey yoxdur Evklid həndəsəsində. Dərsin başında da dedim, yəni trigonometriyanın ispat var, vektorlarında da ispat var. Bu ispat trigonometriyası ispat oldu. Əslində vektorlarla olan ispat da elə trigonometriya içərisində olur. Çünki vektorların skaləsində orada da trigonometriya var. Vektorların skala hasilində. Amma burada gördüyünüz kimi heç bir trigonometriya istifadə olunmadı. Sadəcə oxşarlıq və Ptolemey teoremi istifadə olundu. Növbəti videoda görüşərik. Sağ olun.